Allah Təbarək və Teala mübarək Bəqərə surəsinin 229-cu ayəsində belə buyurur: Əuzu billah fə imsakum bi ma'ruf aw təsrihum bi ihsan. Allahın izni ilə ikinci xütbədə təlaqdan, yəni boşanmaqdan danışacağıq. Birinci xütbədə evlilik haqqında danışdıq. Həyatın qanunudur. Təəssüflər olsun ki, təlaq da, boşanma da var. Düzdür, Allah Rəsulü buyurur ki, əbğəzul halal iləllahi təlaq. Allah yanında ən pis halal iş boşanmaq və təlaqdır. Düzdür, Allah halal buyurubdur. Amma Allah nifrət eləyir bu işə. Allah sevmir boşanmanı. Allah ailələrin dağılmağını sevmir. Boşanmanı sevmir. İndi danışacaq. Quran buyurur ki, yaşayırsınız, xanımızı saxlayırsınız, yaxşı saxlayırsınız. Ayrılanda da hörmətlə, əxlaqla, ədəb-ərkanla ayrılırız. Fəimsakum bi ma'ruf. Məhəbbətlə, hörmətlə yaxşı yaşayırız. Amma alınmır. İndi boşanmalısınız. Boşananda da mədəni şəkildə boşanız. Hörmətlə boşanız. Axı, mən həmişə bunu deyirəm. Görürsən, insan hansısa bir cihazı, məsələn, bir maşını deyək. Neçə illər bir maşınla ünsiyyət tapır, bir maşını sürür, illər. O maşını satır bir nəfərə, ya haradasa görəndə ona doğma gəlir. O ki, bu mənim maşınımdır. Misal gətirirəm, hər hansı bir əşya. Məsələn, bir evdə yaşayıbdı illər, o küçədən keçəndə dərhal onun diqqətini cəlb edir ki, mən bu binada yaşamışam, məsələn, qalmışam. Ya bir illər bir şəhərdə yaşayır, o şəhərə gedəndə ona hansısa bir doğmalıq gəlir. Buna oxşar misallar vurmaq olur. Amma insan başqa bir şeydir. İki insan bir müddət, aylar, illər bir yerdə ən sıx əlaqədə yaşayarlar, bir yastığa baş qoyarlar, ər-arvad olaraq yaşayaraq, belə deyək, ailə üzvü olaraq yaşayırlar. Ər-arvad olurlar, yaşayırlar. Amma necə olur ki, insan müəyyən səbəblərdən, xoşa gəlməz səbəblərdən boşanmağa qərar verirlərsə, nə üçün bir-birlərinə hörmətsizlik, təhqir, sayğısızlıq olmalıdır və intiqam almağa çalışırlar. Quran da buyurur ki, yaxşı saxlayırız xanımlarınızı, amma indi ayrılmaq istəyirsinizsə, bir ihsan buyurur ki, əv təsrihum bi ihsan. İhsan yəni gözəllik. Gözəl şəkildə ayrılırız. Gəlirlər kəbin kəstirməyə, əqd oxutturmağa. Görürsən, can deyirlər, can eşidirlər. Bir-birlərini o qədər tərif eləyirlər. Təəssüflər olsun, görürsən, bir il sonra, neçə ay sonra boşanmaq üçün müraciət eləyirlər. Artıq boşanmaq üçün bir yerdə gəlmirlər. Çünki bütün pərdələr, münasibətlər pozulubdur. Hər iki tərəf bir-birin təhqir eləyir, bir-birlərinin abrını aparırlar. Mən bir dəfə dedim birinə, dedim, indi ki bu cür danışırsan, amma məsələn bir il bundan qabaq bu cür demirdin axı. Səhv eləmişəm, yaxşı tanımamışam və s. axır bu sözlərlə keçirlər məsələdən. Quran buyurur, fəsərrihuhunna sarahan cəmilə. Onları yaxşı şəkildə buraxın, yəni xanımları ki boşuyursunuz, yaxşı şəkildə, hörmətlə, izzətlə, ədəb-ərkanla boşuyuz. İslam dini bizə buyurur ki, artıq heç cür mümkün deyil yaşamaq. İndi danışacaq nə cür olur ki, mümkün olmur. Dinimiz bizə buyurur, artıq heç cür mümkün deyilsə yaşamaq,
Mümkündür. Alınmır heç cür. Boşanmaq, təlaq da hörmətlə olmalıdır. Təhqir olmadan olmalıdır. İntiqam hissi olmadan olmalıdır. Çox pis haldır. İnsanlar bir-birlərinin abrını aparırlar. Qız tərəf, oğlan tərəfin abrını aparır. Oğlan tərəf, qız tərəfin abrını aparır. Qız, oğlanın abrını aparır, təəssüflər olsun. Töhmətlər, böhtanlar vurur. Oğlan tərəf qızı xəyanətdə suçluyur. İki əsas məsələ var, çox üzr istəyirəm bunu deməyə. Boşanırlar adətən. Oğlan tərəf öz xanımın xəyanətdə ittiham edir. Bir müddətdə bu cür yayılmışdı ki, qız da, üzr istəyirəm, öz ərin bioloji və cinsi cəhətdən zəifliyini ittiham edirdi. Çox xəcalətli bir haldır. Bir halda ki, çox dəfələrlə müşahidə olunurdu. Həmin oğlan gedir, neçə aydan sonra izdivac edir, evlənir və hər şeydə normal şəkildə aylar keçəndən sonra övladlar olur və s. axır. Axı bunun üstü açılır. Nə üçün bu cür çirkin məsələlərə əl atırsınız? Deyir, qədimdə bir kişi müəyyən səbəblərdən öz xanımın boşayırmış. Bir nəfər dostlarından ondan soruşur ki, xanımı nə üçün boşayırsan? Diqqət edin məsələyə. Azərbaycan müsəlman kişi gərək bu cür ola. Deyir ki, yaxşı kişi öz xanımının eybin deməz. Öz şəxsi işimdir, alınmır, boşayıram. Boşayandan sonra həmin adam gəlir yenə soruşur. İndi ki boşamısan, daha sənin xanımın deyil, nə oldu boşadın? Cavaba baxın, deyir, yaxşı kişi başqasının namusu haqqında danışmaz. İndi elə deyir ki, bütün dəyərlər tapdanılıb gedibdir. İslam dini təlaqa icazə verir. Dinimizdə təlaq var. Quranın 114 surəsindən biri təlaq surəsidir. Boşanmanın, təlaqın qanunları var. Amma bir çarə kimidir. Bir çıxış yoludur təlaq. Son həll yoludur. Məsələnin son həllidir təlaq. Nəinki birinci seçim yolu. Təlaq məsələnin son həllidir. Çıxış yoludur, qurtuluşdur. Heç cür alınmayanda təlaq olmalıdır. Onda dinimiz icazə verir təlaqa. Nəinki bir şey olan kimi alınmır, birinci nəzərə gələn, birinci qərar boşanma qərarı olmalıdır. Dinimiz bu cür buyurmayıbdır. Dinimiz buyurur ki, nə qədər mümkündirsə ailələrdə islahat aparılmalıdır. Səbir, dözüm olmalıdır. Hamı bunu bilir. İki gənc ailə qururlar, nişanlı olurlar, evliliyin ilk günlərində, aylarında, hətta illərində belə xüsusi problemlər yaşayırlar. Anlaşılmamazlıq olur, belə də küsülü ola bilərlər, müəyyən müddət, müəyyən məsələlərdə yola getməyə bilərlər. Hər ailədə bu məsələlər olubdur və olacaq. Çünki bunların ikisi də insandır. Cihaz deyil. Cihaz deyil ki, insan istədiyi kimi onu istifadə eləsin. İndi nə üçün problemlər yaranır? Kişi xanımın istəyir idarə eləsin. Xanım da istəyir kişini idarə eləsin. Bu idarə etmə, müdiriyyət, rəhbərlik uğrunda mübarizə davam eləyir. Bu qadın insandır, onun duyğuları var, hissləri var, istəkləri var. Qarşı tərəf də, kişi də budur, bu da insandır. Bunun duyğuları var, istəkləri var, hörməti var, izzəti var. Qadın diqqət tələb edir, kişi hörmət istəyir və s. Qarşılıqlı olaraq bu nə olur?
davam eləməlidir. Qarşı tərəf istər qadın ya kişi bir cihaz deyil ki, sən istədiyin kimi onu idarə eləyəsən. Bu insandır. Ərz elədiyim kimi dinimiz tələqə, boşanmağa ki, təlaq deyilir ona, bir çıxış yolu kimi baxır. Ki, çıxılmaz vəziyyətdə bəli, təlaq qanunu var, istifadə olunmalıdır. Amma dinimiz bizə tövsiyə edir, tapşırır ki, səbirli olunuz, dözümlü olunuz, güzəşt eləyiz, ailələrdə müşavirə olunmalıdır. Heç cür alınmasa, İslam qanunları əsasında əxlaqla, hörmətlə, qarşılıqlı hüquqlar gözlənilmə şərti ilə bəli, boşana bilərlər. Hörmətlə, izzətlə, qarşılıqlı hüquqlar pozulmadan boşanma olmalıdır. Belə baxanda bəzən təlaqın özü, boşanmağın özü nemətdir. Hansı yerlərdə? Deyirəm, bəzən, həmişə yox. İslam dini təlaqı bəzi yerlərdə zülmdən, sistəmdən qurtuluş yolu kimi, nicat yolu kimi, nicat tapmaq kimi qərar veribdir. İndi deyəcəyim, sadalayacağım yerlərdə təlaq icazəlidir və məsləhətdir. Yəni, boşanmaq məsləhətdir. Artıq alınmır, heç cür mümkündür yaşamaq. Məsələn, xanım yaşadığı həyat deyir, cəhənnəmdir, zülm çəkir. Təlaqın, boşanmağın vasitəsilə bu qız, bu xanım o zülmdən nicat tapır. 6 yer var. Birincisi, xəyanətlə üzləşəndə. Əgər ailədə xəyanət baş verərsə, vəfasızlıq olarsa, bir ailədə ki, xəyanət var, vəfasızlıq var, artıq o ailə deyir ki. İkincisi, əgər ailədə şiddətli şəkildə tərk edilməsi mümkün olmayan dərəcədə narkotik istifadəsi varsa, boşanmaq lazımdır. İndi bəzən olur ki, görsən gəncdir, yüngül narkotikdən istifadə eləyib, ara sıra eləyir. Bu heç tərk edə bilər, mümkündür ki, məsələn, insan onu müalicələtdirsin, tərk etsin. Amma elə ki, şiddətli dərəcədə narkotikə qurşanır, bu xanım orada əzab çəkir, o yaşayışdır. Və boşanmaq onun haqqıdır. Üçüncüsü, davamlı olaraq kobud və pis davranış əgər ailədə varsa. Niyə üçün davamlı deyirik? Çünki hamının həyatında var, kişidir, əsəbi ola bilər, kobudluq eləyə bilər, xanımda da bu cür hörmətsizlik eləyə bilər kişisinə, ağasına, ərinə. Amma davamlı olaraq budur ki, bu xanım bu evdə xoş üz görmür. Ya kişi hörmət, izzət görmür, sayğı görmür. Xanım evdə daim döyülür, söyülür və s. Daim. Boşanmaq onun haqqıdır. Növbəti məsələ ki, xanımın haqqıdır boşansın, qarşılıqlı hüquqlardandır, ailənin ailəçiliyin tərk olunmasıdır. Misallar gətirəcəm, sizlər də tanışsınız bu misallarla. Görsən, evlənibdir, xanımın qoyub Azərbaycanda, illərdir Azərbaycana getmir. Mən fiqhi xırdalıqlara getməyəcəm bu xütbədə ki, dinimiz nə buyurur? Hansı müddətdən artıq olmaz, ayrı qalmaq və s. Amma istəyirəm bunu deyəm ki, belə halda boşanmaq qaçılmaz olur. Bu insandır, bu bir veş deyir, bu maşın deyir ki, alıb qoymusan qarajda, deyirsən ki, haçan geçsəm istifadə eləyərəm. Çox üzr istəyirəm ifadəmə görə, amma bəziləri bu cür yanaşır məsələyə.
Bu insandır, bu sənin aylındır, xanımındır, sən bunu almısan, qoymusan, gəlmisən, illərdir, aylardır getmirsən. Məxsusən günümüzdə fəsad yayılıbdır, internet, sosial şəbəkələr vasitəsilə fəsad, pozğunluq yayılır, türk seriallarının vasitəsilə xəyanət səhnələri yayılır, təbliğ olunur. Yəni qabaqçı 20 il bundan qabaqçı vəziyyət deyil. İndi hansısa xoşa gəlməz hadisə baş verəndə, əxlaqsızlıqlar müşahidə olunanda bir tərəfdən müqəssir bunun özüdür. Tərk eləyib ailəsin, illərdir, aylardır, getmir, yaşamır. Bunun haqqı var ki, boşansın, müraciət eləsin. Burada bir parantez açıram, çox rast gəlirik bu məsələyə. O bundan ibarətdir ki, bilirsiniz, boşanmalar çoxdur. Boşanırlar, ayrılırlar, cehizlər qaytarılır, hər cəhətdən zaks pozulur, amma kəbin pozulmur, yəni təlaq oxunmur. Bilirsiniz nə üçündür? Çünki dəyər verilmir bizdə. Toya bir neçə gün qalmış, toyun günündə bəziləri gəlib kəbin kəstirirlər. Boşanırlar, amma təlaq yoxdur. Yəni təlaq oxunmayıbdır, kəbin pozulmayıbdır. İllər belə keçir, ikinci dəfə bu xanım ailə həyatı qurmaq üçün müraciət eləyəndə məlum olur ki, bunun hələ kəbini pozulmayıbdır ki. Bu məsələyə görə diqqət olunur. Əgər sizlərin yaxınlarınızda, ətrafınızda belə adamlar varsa, artıq hər şey qurtarıbdır. Gərək kəbin də pozula, təlaq oxuna. İndi gəlirlər kəbin kəstirməyə, qanunu onlara deyəndə narahat olurlar. Heç cür çıxış yolu yoxdur, deyirəm, yoxdur. Siz hələ o adamın xanımı hesablanırsınız. Bəs neyniyək? Deyirəm ki, gərək o adam sizi boşuya, təlaq oxuna, ondan sonra bir müddət iddə gözlənilə, iddə çıxandan sonra sizin növbəti nikahınız oxuna bilər. Çox narahat olurlar. İndi biz 3 ay necə gözləyək, o adamı hardan tapaq, biz küsülüyük, adama çıxmaq istəmirik və s. ilə. Bunlar şəriətlər rol oynamır, gərək həll oluna. Bir problem də budur ki, hər şey qurtarıb, boşanıblar, hər şey qurtarıbdır. Oğlan deyir ki, mən talaq vermirəm. İncitmək istəyir qarşı tərəfi. Gör başına onu gətirəcəm. Kimsə buna deyib ki, sən boşanmasın, heç cür mümkündür, o ailə həyatı qura bilməz. Aylardır, illərdir süründürür milləti, boşanmıram, boşanmıram. Bunun çıxış yolu var. Sən deməklə dur ki, boşanmıram. Talaq ola bilər, amma o ki deyirik, əxlaqla, ədəblə, hörmətlə, izzətlə, mədəni şəkildə yanaşı məsələyə budur. Güya yaxşı edirsən, aylardır, illərdir boşanmıram, o boşanmırsan, nə qədər boşanmamısan, o sənin xanımın sayılır, namusundur və sənin də ondan xəbərin yoxdur. Boşanmıram, boşanmıram, qarşı tərəfi güya incidir bu adam. Çox belə məsələlərlə rastlaşırıq. Bunların hamısı qayıdır o dindar olmamağa, dini məlumatın, təbliğatın zəif olmasına. Bu məsələlər gərək deyilə, deyilmir bu məsələlər. Bir salavat zikr ediyoruz. Allahümme salli ala Muhammed və ali Muhammed. Növbəti məsələ ki, gətirib təlaqa çıxardır, üzr istəyirəm, cinsi və bioloji problemlərdir ki, ailədə olarsa talaq mümkündür. Və sonuncu məsələ budur ki, heç cür islaha olunmayan ailələr, dediyim kimi, heç cür islah olunmur. İndi nə olunmur, niyə olunmur, nə üçün olunmur, mən deyəcəm o məsələləri. Heç cür islah olunmayan ailələrdə talaq, boşanma qaçılmazdır. Nə üçün
təlaq çoxalır. Xutbənin deyərdim ki, qəlbi buradır, ürəyi buradır. Nə üçün cəmiyyətimizdə boşanma çoxalır? Boşanmanın çoxalması faciədir. Təlaq, ərz elədiyim kimi, ilahi bir qanundur. Dəfələrlə bu xütbədə təkrar elədim, yenə deyirəm, çıxılmaz vəziyyətdə bir çıxış yoludur. Son həll yoludur. Təlaq bir qanundur. Allahın sevmədiyi, nifrət elədiyi bir qanun, halal qanundur. Amma qanundur. Nə üçün təlaq çoxalır cəmiyyətimizdə? Bu faciədir. Cavanlar ailə həyatı qurur, neçə aydan sonra təlaq. Ya nişanlanırlar, nişan qayıdır. Bir neçə müddət ailəli olurlar, bir neçə il ailəli olurlar, bir uşaqla, 2 uşaqla boşanmaq, təlaq. Faciədir bu. İslam dini bizə buyurur ki, gərək bu həddə çatdırmayaq. Boşanma həddinə gətirib çıxartmayaq. Nə üçün boşanmalar çoxalır? Səbəblər var. Mən 5 səbəb ərz edəcəm bu xütbədə. Biri budur ki, gənclər bir-birinə kuffu deyirlər. Yəni, bir-birinə uyğun deyirlər. Mədəni cəhətdən, ruhi cəhətdən bir-birlərinə tay deyirlər, uyğun deyirlər. Təbiidir ki, insan uyğun insanla yaşaya bilər. Bizdə ürfüdə bir söz var, deyir, mən ki onu ilə tutmur. Bir nəfərlə 2 saat yol gedə bilmirsən maşında, nə üçün deyir, tutmur bizdə ondan. O ki, qaldı ailə olasan. Balam, evvə niyə getmək istəmirsən? Bəziləri niyə evə getmək istəmir? Çünki evə gedəndən sonra əhvalı ruhiyyəsi pozulur onun. Onun xoş günləri orada, burada, çayxanalarda, kafelərdə keçir, ondan bundan deyir, gülür. Evə gedəndən sonra əhval pozulur. Çünki fərqli insanlardılar. Bu 2 cavan fərqli cavandılar. Həm mədəni cəhətdən, həm ruhi cəhətdən, həm fərqli ailələrin övladlarıdır bunlar. Bu məsələlər gözlənilməyəndə, bu məsələlərə riayət olunmayanda gətirib çıxardır boşanmalara. Evlilikdə gərək müəyyən məsələlər riayət oluna ki, boşanmalar azalsın. Evlilik qərarı seçim vaxtında gərək sən İslam dininin dediyi məsələlərə riayət eləyəsən. İslam dini deyir ki, özünə uyğun biri ilə evlən. Kasıbın biridir, gedib milyonçu bir ailənin xanımı ilə işli versələr, bizdə deyərlər. Əgər versələr belə, izdivac etsə də alınmaz. Onun istədiyi kimi alınmayacaq. İfadəmə görə çox üzr istəyirəm. O evdə kişiliyi eləyə bilməyəcək. Biri 8 sinif oxuyubdu, gedib doktor qızla evlənibdi. Yəni doktorantura, savadlı bir xanımla evlənir. Xanım hansı səviyyədədir, bu hansı səviyyədə? Ya əksinə, oğlan çox savadlı biridir. Atası, hökman anası deyib ki, gedək kətdən sənin üçün bir qız alaq ki, bəli, kənd qız, hər qohum əqraba gözəl. Amma bəzi məsələlər girər riayət olunsun. Bu adam elə bir savadlı adamdır, elə bir səviyyədədir ki, yerə bunun savadına uyğun, dünya görüşünə uyğun bir xanımla bunu evləndirəsiz ki, bunlarda uyğunluq yaransın. Biri mömindir, gedib mömin olmayan xanımı alır. Ya əksinə, xanım möminədir, verirlər bir fasiqə. Gündə evə içkili gəlir. Bu xanım nə cür yaşasın bundan? Bu misalları, siyahini artıra bilərəm, çoxalda bilərəm. Qısa şəkildə budur ki, cavanlar, gənclər bir-birinə uyğun olmadıqları üçün boşanmalar çoxalır. Mədəni cəhətdən, ailəvi cəhətdən, maddi cəhətdən, savad cəhətindən, gözəllik cəhətdən. Görsən bir xanımdır, gözəl göyçək bir xanımı veriblər eybəcərin birinə.
Ya əksinə, kişi gəlir evə, xanımın üzünü görə bilmir. Qıraqda görür, gəlir evə də görsün, görür ki, o deyir. Dinimiz buna diqqət eləyir. İndi siz gülürsünüz, dinimiz buna diqqət eləyir. Ki, uyğunluq olmalıdır. İkinci məsələ budur ki, tükənməz istəklər. Tükənməz istəklər. Gətirib çıxardır təlaqa. Yersiz istəklər. Qadınla kişi bir-birlərindən yersiz nələrsə umurlar. Nələrsə gözləyirlər. Gözləniltilər var. Gözlənilti. İnsan gözləyir bir-birindən nələrsə. Bir halda ki, o reallıqda yoxdur bunların ailəsində. Xanım baxır oliqarx ailələrin yaşayışına, yazıq kişidən onu istəyir. Və əksinə. Üçüncü məsələ ki, gəlib ailələrin dağılmasına səbəb olur, təlaqa. Ailələrdə olan israf, şöhrətpərəstlik, bizdə deyərlər şənbazlıq. Bu səbəblərdir. Məsələn, məxsusən xanımlardadır. Kişisindən elə bir tələblər istəyir, istəklər istəyir. Şimdi sən filan şeyi al. Gedmişdim məsələn filan kəsin evinə, onların evinin pərdəsi, nə bilim, lüstri, filan şeyləri bu cür. Bizdə niyə yoxdur? Bu istəklər, bu israflar ailələrdə söz-söhbət yaradır. Növbəti məsələ budur ki, ən mühüm məsələlərdən biri, bizdə deyərlər yaralı nöqtə budur ki, bu iki gəncin həyatına qohumlar tərəfindən, məxsusən analar tərəfindən yersiz müdaxilələr olur. Təcrübəni, mən neçə ilin təcrübəsini sizə deyirəm. Məxsusən, indi iki gənc evlənibdir, aralarında biraz ixtilaf var. Ya indi qadın deyən olacaq, adətən o cür olur, ya da ki, kişi deyən olacaq. İndi razılaşacaqlar. İndi olur da, indi 2-3 gün bunların arasında soğuqluq var, münasibət pozğunluğu var. Görsən, müdaxilələr başlayır. Bu müdaxilələr faciə ilə yekunlaşır. Məxsusən anaların müdaxiləsi, məxsusən ələl-xüsus qız anasının müdaxilələri. Mən təcrübəni sizə deyirəm. Əksəriyyət faizə vuranda bu cürdür. Bəziləri qızı verir, o evi idarə etmək istəyinə düşür ki, mən nə desəm, kürəkən, yezinə, qızım, hər o qarşı tərəf onu etməlidir. Qarşı tərəfində orada qaynana var, orada da səndən biri var axı. Sən deyirsən bu cür olsun, orada da səndən biri var. İstəklər toqquşur, ondan sonra iki gənc qalır ortada. Adamın yazığı gəlir. Olubdur, iki gənc boşanıbdır, bir halda ki, özləri, şəxsi həyatlarında heç bir problemləri yox idi. Balam, niyə boşandı? Atam, anam deyir, hoşuma görə boşanaqdır. Həqiqətən çətindir, çox çətindir vəziyyət. Sonuncu səbəb, qadınla kişinin, bu iki gəncin bir-birlərinin istəklərinə laqeyd olması. Hörmətsizlik. Bir insan olaraq sənin xanımın nələrsə istəyir. Sən o istəklərə hörmətlə yanaşmalısan. Ya əksinə, xanımın əri hansısa bir şeyləri istəyir. Gərək etinadsız olmayasan. Xütbəni bundan yekunlaşdırmaq istəyirəm. Bu təlaqın, boşanmanın faciəli nəticələri var. Biri, hisslər dağlanır. Nə deməkdir? Yəni, insanlar psixoloji, ruhi, hissiyyat cəhətindən travmalar alır. Şübhəsiz, boşanmış qadın ya kişi ki, illərdir bir yerdə yaşayıblar, sonra boşanırlar. Boşanandan sonra bunlar atifi hisslər cəhətindən travma alırlar. Hətta növbəti gələcək evliliyə belə bədbindilər. Məsələn, xanımdır, boşanıbdır. İstəyir ikinci dəfə ailə həyatı qursun. Evlənəcəyi kişiyə
suizən edir, bədbindir. Onların bir söz var, deyir, kişilər hamısı bu cürdür. Məsələn, bu cür yanaşanlar da var. Ya məsələn, bir kişidir, xanımı ona xəyanət eləyibdir, boşanıblar. İndi xanımlar haqqında bunda bu cür bədbinlik var. Var, bunlar reallıqdır. İkinci dəfə həyat qurmağa, ailə həyatı qurmağa qorxurlar. Bədbindilər. Risk eləyə bilmirlər. Hətta bir çoxları boşanmış qadın kişilər ömürlərinin axırına qədər bu cür yaşayırlar. Bu cür yaşayırlar nə deməkdir? Yəni faciəli şəkildə günah, bunların həyatında zina və s. bir çox şeylər ola bilər. Çox az adam var ki, cavan adam, cavan qadın ya kişi sona qədər təqvalı ola, imanlı ola, özün günahdan saxlayan. Bunların travması bundan ibarətdir ki, bunların zehnində ailədən, evlilikdən pis xatirə qalıbdır. Pis təəssürat qalıbdır. Ailə, evlilik söhbəti açılanda bunlar narahat olurlar. Var belə insanlar. Məsələn, boşanıbdır xanım illərdir. Ona elçi gəlir, təklif olanda anası və s. deyəndə ki, gəsəni məsələn, yenə verək, ailə həyatı qur, deyir, yox. İkinci problem, fəsad, pis nəticəsi ictimai problemlərdir. Boşanmış qadınlar və kişilər sonradan öz istədikləri kimi ailə həyatı qura bilmirlər. Öz ürəkləri istədiyi kimi ailə həyatı qura bilmirlər. Naçar olurlar bəzən, istəmədən, ürəkləri istəmədən, məsələn, qız deyir da belə həyat yoxdur, boşanıb gəlib atasının evinə, təbii ki, atası, anası, indi orada yaşayan qardaşı və s. bu həyatdan da bezir. Boşanmış xanım kimi cəmiyyətdə görünür. Bu vəziyyətdən çıxmaq üçün neynək? Gedim, istəmədən. Gedir və ömrünün axırına qədər istəmədən bir ailə həyatı yaşayır və əzab çəkir. Bəlkə birinci həyata ola bilsin çox peşman olur. Birinci evliliyin çox həsrətini çəkir bəzilər. Növbəti fəsad, ən böyük fəsadı övladların yaşadıqlarıdır. Bu ailə üzvləri bir-birinə zəncirvarı bağlıdır. Bax, xanımın kişi qarşısında hüquqları var, kişinin xanım qarşısında hüquqları var, övladın ata-ana qarşısında hüquqları var, ata-ananın övlad qarşısında hüquqları, vəzifələri var. Bu belə deyil ki. Yenə misal bu əşya deyil ki, övlad. Bəli, mən məsələn maşını burada saxlamıram, aparıb orada, özümlə aparıram. Çox pis vəziyyət gəlib yaranılıbdır. Xanımlar rahat boşanırlar və uşaqları özü ilə aparırlar. Sən ailəni dağıdırsan bir. İkinci budur ki, uşağını qanun sənin tərəfindədir. Uşaqları da vurursan, qoltuğu aparırsan, uşaqları atasına göstərməmək, uşaqlar atasızlıq yaşamaq və s. laxir travmalarla böyüyürlər. Çox böyük bir fəlakətdir, faciədir bu. Uşaqlar atasız, anasız qalanda bunlar boşluqlar yaşayırlar öz həyatlarında. Şübhəsiz, o uşaq ki, anası boşanıb özü ilə gedibdir, atasızlıq yaşayır və atasızlığın təsirləri onun həyatında var, izləri onun həyatında var. Bunu da ərz edeyim ki, istər bu xanım ikinci dəfə, boşanıb uşağı var, ikinci dəfə ailə həyatı qurur. Çox az hallarda olur ki, getdiyi adam, ailə həyatı qurduğu kişi bu uşaqlara yaxşı atalıq eləsin. Ya da əksinə, çox az xanımlar olur ki, yaxşı analıq eləsinlər. Uşaqlar travmalarla böyüyürlər. Çox zərbələr görürlər. Ömürlərinin axırına qədər psixoloji travmalarla yaşayırlar və cəmiyyət üçün belə uşaqlar çox təhlükəli
insanlara çevrilirlər. Nə üçün? Çünki bu uşaqlarda daim intiqam hissi formalaşır və intiqam hissin bu uşaqlar Hitler kimi bütün cəmiyyətdən çıxırlar. Bütün cəmiyyətdən intiqam almağa çalışırlar. Faciədir. Bunu tarix sübut eləyib özündə. O insanlar ki, qəddarlıq eləyirlər və s. ilaxir. Buna nə üçün axı bu belədir? Görsən ki, bir uşaq ki, atası onu döyürmüş. Həmişə. Bir uşaq ki, məsələn, məktəbdə uşaqlıqdan travma alıb sinifdə. Ya bu uşaq ki, məsələn, atası, anası boşanıbdır, atalığı bunu incidibdir. Bu travmalarla böyüyür, əlinə fürsət keçəndən sonra vlast, deyir, görürüz, başıdan onu gətirəcəm. Həmin cəmiyyət eydüzə, məsələn, məktəb. Həmin adamlar tapa bilməsə də, həmin o intiqam hissi ilə neynir? Məsələyə yanaşır. Həzrəti Mövla buyurur ki, çətinliklərlə həyatında ağılla, səbirlə savaş, sinə gəl, döyüş. Nəinki qəhr eləyib küsəsən və ayrılasan. Allahdan istəyirəm ki, boşanmaları azaltsın, ailələri xoşbəxt eləsin. Allah təbarək və təala övladları xoşbəxt eləsin. İkinci xütbənin sonunda, çox üzr istəyirəm, bu düşmən istəyir cəmiyyətdə, müsəlmanlarda təlaq adiləşsin, boşanmalar çoxalsın. Çünki onların özündə bu ailə müqəddəsliyi yoxdur. Onlar proqramlar cızırlar, müsəlman cəmiyyələrin, müsəlman cəmiyyətlərin, ölkələrin nə cür biz məğlub edə bilərik? Deyir, onlarda ailə müqəddəsliyin aradan götürmək və boşanmaları çoxaltmaq. Çünki bir cəmiyyət ailələrdən təşkil tapır. Əgər ailələr məhv olarsa, boşanmalar çoxalarsa, bu cəmiyyət məğlub cəmiyyət sayılır. Sağlam övladlar cəmiyyətə bəxş olunmur. Və boşanmaları çoxalmaq üçün də bunların proqramları var, sosial şəbəkələrdə, seriallar və bildiyiniz kimi telekanallar. Azərbaycanda boşanmaların sayı nə üçün çoxaldı? Çünki boşananları gətirib çıxartdılar telekanallara, adiləşdirdilər cəmiyyət üçün. Boşanmısan, bəli, burada nə var ki? Allah səni xoşbəxt eləsin. Bunlar ailədə problem yaşayan, biraz sıxıntı yaşayan qadınları, boşanmaq öyle pis şey deyilmiş. Cəmaət da boşanır, çıxır telekanallara, boşananlara görə nə qəşəng hörmətlə, izzətlə yanaşırlar. Yallah, biraz çətin düşən kimi, biraz çətinə düşən kimi bunlar boşanırlar. Növbəti məsələ ilə xütbəni dəqiq nöqtəsini qoyum, sizi yordum. O bundan ibarətdir ki, dünyada bir məsələ var, hegemonluq məsələsi. Artıq bunu bilirsiniz. Müəyyən qüvvələr hegemonluq edirlər və dünyada ağsaqqallıq, vahid rəhbərlik iddiasındadırlar, vahid hakimiyyət iddiasındadırlar və müəyyən qədər bunu ələ alıblar. Nə cür müəyyən qədər? Bir çox dövlətlər bunların dediyi ilə oturur, durur, bunların siyasətlərini icra edir və bir çox dövlət başçıları da bunların çirkin siyasətlərinə xidmət göstərir və bunlara yaltaqlanır. Bunlar da bunlar üçün belə şirinləşib bu məsələ. Elə biliblər ki, bəli də dünyanın demək olar ki 60-70% biz idarə edirik, bəlkə də çoxun. Demək, dünyada vahid hakimiyyət deyilən bir arzu ki olubdur qabaqcadan. Dünya fatihləri onun üçün qılınc vurublar, insanlar onun üçün dünya müharibələri aparıblar, vahid hakimiyyət dünyada əldə etmək. Az qalıb ki, biz bunu eləyə bilərik ki. Amma onu özləri ilə qəbrə aparacaqlar. Çünki dünyada ədalətli, vahid hakimiyyəti Allahın höccəti, Həzrət Höccət İbn-i Həsən quracaq. Əkbər! Allahu Əkbər! Allahu Əkbər! Allahu Əkbər! O ədalətli, vahid hakimiyyəti ki, yer üzəri necə ki zülmlə dolubdur, gələr o Həzrət ədalətli, vahid hakimiyyət kurar, ədalətlə yer üzünü doldurar. Allah'ın verirəm öz izzət kərəminə, Həzrətin zuhuru ilə gözlərimizi münəvvər eyləsin. Aqibətimizi xeyr eyləsin. Ailələri möhkəm eyləsin. İnnə əhsənəl hədis və əbləğəl mu'izən Kitabullah Əzzə və Cəl. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. وَالْعَصْرِ إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ صَدَقَ اللّٰهُ الْعَلِيُّ الْعَظِيمُ وَالسَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللّٰهِ وَبَرَكَاتُهُ.